Bir daha salam değerli dostlar. Bugün deməli lokal və qlobal əlaqələr mövzusuna keçəcəyik. Səhifə 58 və 59. Bəli, 2 səhifədən ibarət dərsdir. Çox maraqlı dərslərdir. İnanıram ki, hər biriniz bəyənəcəksiniz. Bəlkə də bir çoxlarınız artıq bu dərsi keçib, ara məsafəsi biraz çox verdim. Çalışacağım ard-arda bir neçə video paylaşım. Adları hələ ki qeyd etməmişəm. Keçən videomuzda da izah etmişəm bunu ki, vaxt olmadığı üçün bunları tərtib edə bilməmişəm. Bilirsiniz ki, proqramda bunların hamısını yazmalıyam, tərtib etməliyəm. Ona görə gələn dərsimizdə mütləq bunların hamısını nəzərə alacağım. Deməli 7.3 bölmə 7-nin 7.3-cü dərsini izah edirik. Lokal və qlobal. Lokal yəni bir ərazi üçün, qlobal isə bütün dünyanı əhatə edən əlaqədir. Telefon, Yunanca tele, uzaq, fon, səs aparatı ilk dəfə fon ümumiyyətcə İngilis dilində də bilirik. Aparatı ilk dəfə uzaqdan deyil, iki qonşu otaq arasında əlaqə yaratmaqla sınaqdan keçirilmişdi. Bu cihaz Alexander Graham, bilirəm ki, Graham Bell haqqında bir çoxlarınızın məlumatı var. Deməli 1876-cı ildə ixtira edilmişdi. Graham Bell'ə təşəkkür edirik. Bugünkü dövrümüzdə telefonsuz həqiqətən həyatımızı təsəvvür edə bilmirik. İlk telefon aparatı quruluş və imkanlarına görə müasir aparatlardan çox fərqlənsə də, o dövr üçün insanlar arasında əlaqə qurmağın yeni üsul kimi böyük texnoloji sıçrayış idi. Deməli, zaman keçdi. Gördüyünüz kimi Graham Bell bir əlində telefon aparatı səs üçün, bir tərəfdən də qulaq asmaq üçün aparatı, yəni müasir telefonlardan həddindən artıq çox fərqlənir. Amma onun özü böyük bir ixtira sayılır. Zaman keçdikcə cəmiyyətin tələbləri çoxalır, uzaq məsafədən əlaqə saxlamaq istəkləri artırdı. 1930-cu ildə Avropada video aparat qoşulan ilk telefonlar yaradıldı. Bu aparatlar bir-biri ilə qoşa kabellə birləşdirildiyinə görə uzaq məsafələrdə istifadə oluna bilmirdi. Qitələrarası əlaqələrdən söz belə gedə bilməzdi. Yəni, uzaq məsafə nəinki qitələr arasında, yəni ondan söz belə gedə bilməzdi. Belə aparatların sayı və imkanları çox məhdud idi. Bu da ilk video görüntülü telefon nümunələrindən biri. Bizdə olmayıb yəqin ki, belə bir şey görməmişik. Biz birbaşa müasir telefonlara keçmişik. Deməli, qitələr arası, bəli. İlk video görüntülü telefon nümunəsini gördük hər birimiz. Mobil telefon ilk dəfə 1973-cü ildə təqdim edildi. Motorola şirkətinin istehsal etdiyi 2 kiloqram ağırlığında bu aparat minlərlə kilometr məsafədə olan insanların bir-biri ilə əlaqə qurmasına imkan verdi. Bu hadisə cəmiyyətdə sosial əlaqələrin qurulmasına yeni mərhələ idi. Deməli, bir çoxlarımız işlətmişik Motorola şirkətinin istehsal etdiyi telefonları, düzdür 2 kilo ağırlığında olmasa da, amma biraz daha müasir variantını işlətmişik hər birimiz. Şəxsən mən özüm işlətmişəm. İlk telefonlarımdan biri bu oldu. Sonra Nokia var idi. Bax, burada 2000-ci ildə kəşf edilən Nokia, bəli, onlardan hər birimizdə oldu və getdikcə gördüyünüz kimi telefonlar daha müasir vəziyyətə gəlmişdi. Müasir dövrdə mobil telefonlar böyük sürətlə təkmilləşir. Hazırda dünyada 5 milyarddan çox mobil telefon, 2 milyarddan çox internet istifadəçisi var. Müasir texnologiyalar dünyanın istənilən nöqtəsində olan insanların bir araya gəlməsinə, iclas, toplantı və webinarlar keçirilməsinə imkan verir. Bu yalnız fərdlərə deyil, həmçinin şirkət və dövlətlər arası əlaqələrə də aiddir. Məsələn, bir şirkət istehsal etdiyi məhsulu dünyanın müxtəlif ölkələrində satışa çıxara və yaxud da reklam edə bilər. Yaxud işdəki problemi bir neçə saat ərzində həll etmək. Yəni, işə getmədən də problemi evdə kompüter vasitəsilə, telefon vasitəsilə həll etmək mümkündür uşaqlar. Yəni, dünya bu qədər inkişaf edibdir. Mobil telefonlar qitələr arasında ani əlaqə qurmağa, informasiyanın sürətlə ötürülməsinə imkan verir. Bir nöqtəyə basırsınız və bütün informasiyanı yaya bilərsiniz və yaxud da ki, informasiya əldə edə bilərsiniz. Bunun da nəticəsində dünyada baş verən hadisələrdən həmin an xəbərdar olmaq mümkündür. Deməli, müasir telefonların ticarətdə etdiyi dəyişikliklər, yəni istənilən məhsulu sifariş edə bilərik, xarici ölkələrdən, istər öz ölkəmizdən və müasir telefonların qitələr arası əlaqələrdəki imkanları da növbəti şəkildə təsvir olunmuşdur. İnformasiya texnologiyalarının, o cümlədən mobil telefonların yüksək sürətli inkişafı ticarət əlaqələrinin və alış-veriş imkanlarının genişlənməsinə yeni mərhələyə təkan verdi. Hazırda mobil telefonlar bu prosesin əsas vasitələrindən birinə çevrilmişdir. Müasir smartfonlar üçün yazılan mobil tətbiqlər vaxt itirmədən istifadə edən istəyin, daha doğrusu məhsul
istədiyin məhsulu əldə etməyə imkan verir. Bu gün əsas mobil tətbiqlərdə mal alış-verişi belə baş verir. Arzu edilən mal seçilir və bəyənilir. İnanıram ki, bunu oxumadan belə hər biriniz bilirsiniz, hətta böyüklərdən daha yaxşı bilirsiniz. Arzu edilən mal seçilir və bəyənilir. Seçilən mal səbətə yığılır. Malın pulu internet bankçılıq və digər onlayn ödəmə vasitəsilə ödənilir və seçilmiş malın nəqliyyat vasitəsilə yüklənməsindən başlayaraq təyin olunmuş ünvana çatdırılmasına dək harada olduğu izləyilir. Yəni hal-hazırda mal yüklənilibdir, yoldadırmı, gəlirmi, çatıbmı? Bunların hamısını özünüz kənardan izləyə bilərsiniz və mal uyğun ünvana çatdırılır. İnanıram ki, istənilən bir evdə mütləq bu proses gedibdir. Göründüyü kimi heç yerə getmədən, vaxt itirmədən istənilən malı evə qədər gətirmək mümkündür. Bir çox ailələr bundan istifadə edir. Amma bəzi insanlar ola bilər ki, buna bəlkə də yəni gətirilən malın keyfiyyətinə inanmadığı üçün istifadə eləməyə bilərlər. Bəzi insanlarda mümkündür bunlar. Gəlin indi suallarımızın cavablarına keçək uşaqlar. Birinci sualda 1976-cı ildən əvvəlki dövrdə insanlar, yəni o vaxtdan telefon ixtira olmamışdan öncəki dövrlərdə insanlar bir-biri ilə necə əlaqə qururdular? Təbii ki, aşağıdakı vasitələrlə lap qədimdən cavana doğru desək, əvvəllər tonqal yandırmaqla, sonralar göyərçinlə, nə bilim qışqırmaqla, fit çalmaqla və sonralar məktub yazmaqla bir-birləri ilə əlaqə saxlaya bilirdilər. İkinci sualda A şəklində təsvir olunan ilk kabelli telefonlar insanlar arasında əlaqələrin qurulmasına necə təsir etdi? İnsanlar arasında əlaqələr daha da möhkəmləndi. Onlar bir-birini görmədən evlərində olarkən və iş yerlərindən əlaqə saxlamaq imkanı. Yəni o vaxtki telefonlarda və yaxud da ev telefonları deyirdik biz onlara. Orada biz əlaqə daha doğrusu əlaqə saxlayırdıq da bir-birimizi yəni görmək şansımız yox idi mobil telefonlardan fərqli olaraq. Üçüncü sualda telefonların görünüşü ilə texnologiyanın inkişafı arasında hansı əlaqəni görürsünüz? Telefonların zahiri görünüşündə mühüm dəyişikliklər görünür. Məsələn, əvvəlki dövrdə telefonlar iki əl ilə idarə olunurdu. Bayaq göstərdim Graham Belldə. Daha sonra nömrəni yığmaq üçün barmaqla çarxı döndərmək lazım idi. Sonraki dövrlərdə normal şəkildə rəqəmləri yığıb danışmaq mümkün olurdu istənilən məsafədə. Bunlara özünüzdə fikirlərinizi bildirə bilərsiniz. Şəkillərə baxaraq öz fikirlərinizi yaza bilərsiniz. İndiki dövrlərdə telefon əlaqə saxlamaqla bitmir, bir çox işinizi onunla həll edirsiniz. Bugünkü günümüzü telefonsuz təsəvvür edə bilmirik qəti şəkildə. Elə məhz pandemiya dövründə də özünüz telefonun nə dərəcədə, internetin nə dərəcədə önəmli bir ixtira olduğunu görmüş olduq əyani şəkildə. Dördüncü sualda B şəklində təsvir edilən telefonun sosial əlaqələr baxımından hansı üstünlükləri və çatışmazlıqları var? Əvvəlki telefon əlaqələrindən fərqi ondan ibarətdir ki, görüntülü əlaqələrə malikdir. Telefon görüntülü danışıqlara imkan verir, lakin görüntülü ağ-qara və tutqundur. Görüntülü əlaqə zamanı yalnız telefon aparatının yanında olmaq tələb olunur. İndi istənilən yerdə get, əlində tut, keç hansı otaqda istəyirsən, danış. Amma o dövrdə yalnız aparatın yanında olmaq lazım idi və görüntü müfəssəl deyildi. Gördüyünüz kimi ağ-qara rəngdədir. Şəkilləri özünüz baxırsınız kitabınızda. 5-ci sualda C şəklindəki ilk mobil telefonun sosial əlaqələr baxımından əhəmiyyətini müzakirə edin. Deməli, aparatın üzərində nömrələr var. Nömrələr yığılmaqla əlaqəyə girmək mümkündür. Bu telefonların üstün cəhəti ondan ibarətdir ki, kabeli yoxdur. Yəni, ancaq telefonun yanında dayanmaq şərt deyil. Kənarda da dayanıb danışmaq olar. Fərdlər istədikləri məsafədən bir-biri ilə əlaqə qura bilərlər. C şəklində olan telefonun müasir mobil telefonlardan, daha doğrusu telefonların əcdadı adlandırmaq olar. Düzdürmü? İnanıram ki, razılaşırsınız mənimlə. Neçənci sualı idi bu? Keçək 6-cı suala. D şəklinə əsasən mobil telefonların sürətlə dəyişməsinin səbəblərini müzakirə edin. Səbəbi elm və texnologiyaların sürətlə inkişaf etməsidir. Bütün sahələrdə olduğu kimi telefon istehsalında da yeniliklər sürətlə tətbiq edilir. Yeni dizaynlar alıcıların yeniliklərə daha çox maraq göstərməsi də mühüm rol oynayır. Deməli, mobil telefonların sürətli dəyişməsinin səbəbi oldu elmin, texnologiyanın sürətli inkişafı və bu sahədə ilk telefon bu sahədəki kimi, yəni telefon istehsalında da yeniliklər sürətlə tətbiq edilir. Çünki ən çox istifadə etdiyimiz, ən çox bizim işimizə yarayan aparat, vasitə məhz telefondur. Yeni dizaynlar alıcıların yeniliklərə daha çox maraq göstərməsi. Hamı görürsünüz, təzə telefon almaq istəyir. Halbuki vəzifələri ikisinin də eynidir. Amma bir bəhanə ilə yeni telefon alıb telefonlarını dəyişmək istəyirlər. Bu da dünyanın bir oyunudur.
7-ci sualda D şəklindəki məntiqə əsasən gələcəkdə telefonlar necə ola bilər? Bunu artıq öz telefonunu, öz fikirlərinizi, öz düşüncələrinizi, yəni düşüncələriniz əsasında deyin görək. Mənə də çox maraqlıdır. Şərhlərdə də paylaşın görüm gələcəkdə telefonları biz necə təsəvvür edə bilərik? Yəni bundan artıq telefon daha hansı funksiyaları yerinə yetirə bilər, hansı formada, hansı görünüşdə ola bilər? Mənə də çox maraqlıdır. Və 8-ci sualda ev şəklindəki sxemə əsasən smartfonların insanların gündəlik həyatına təsiri barədə fikirlərinizi bildirin. Ev təsvirində telefonların qitələr arası əlaqələrdə tətbiq edilməsi təsvir edilmişdir və müasir telefonların imkanları böyükdür. Bilirik ki, belə telefonlar ağıllı telefon adlanır. Smartfon sözünün mənası ağıllı telefondur. Onları portativ kompüter cihazı hesab etmək olar. Dizayn baxın, yəni kiçildilmiş bir formada kompüterdir. Kompüterin gördüyü bütün işləri, yəni o telefonlarda görə bilər. Dizayn baxımından fərqlidir. Çox funksiyalı proqram təminatı, internetə çıxış, səsli zəng, mətinli mesajlar kimi funksiyalara malikdir. Ağıllı telefonlar həmçinin simsiz rabitə, məsələn, Bluetooth-dur, Wi-Fi-dır, peyk naviqasiyasına malikdir. Belə telefonlar mobil şəbəkənin olmadığı ucqar bölgələrdə istifadə oluna bilər. Bunları qısaldılmış formada özünüzdə yaza bilərsiniz. Hamısını nöqtəsinə qədər yazmaq məcburiyyətində deyilsiniz. Və Y şəklində mobil telefonların ticarət əlaqələrində rolunu şərh edin. Mobil telefonlar hazırda sifariş ilə ticarət üçün əsas vasitələrdən biridir. Bayaqları dediyimiz kimi, telefon vasitəsilə arzu edilən malı seçilir, bəyəndiyini bildirir, seçdiyi malı səbətə yükləyir və bu prosesi bayaq yazdığımız kimi davam edirsiniz. Deməli, göründüyü kimi heç yerə getmədən, vaxt itirmədən istədiyin malı evinə qədər gətirmək mümkündür. Çindən məhsul vermək istəyirsən, sifariş vermək istəyirsən və yaxud da Türkiyədən və yaxud da hansısa bir ölkədən ora getmək məcburiyyətində qalmırsan. Siz şəklinə baxıb səbətə həmin malı yəni əlavə eləyib sifarişinizi verirsiniz. Bu qədər sadə. 10-cu sualda F şəklindəki təsvirin cəmiyyət üçün faydasını şərh edin. Telefonların yalnız əlaqə saxlamaq baxımından deyil, hazırda müxtəlif məqsədlər üçün istifadə olunduğunu qeyd etmək olar. Bu sualların demək olar ki, ümumi cavabları var. Hamısı bir-birinə oxşayan cavablardır, suallardır. Ona görə çətin deyil. Onlayn maliyyə vəsaitlərinin köçürülməsi, yəni biz evdən oturmaqla hansısa bir pul vəsaitini, krediti köçürmək olar, əlavə kiməsə pul lazımdır, məsələn, anındaca kartına pul köçürmək mümkündür. Onlayn ticarət, onlayn bilet sifarişi, hansısa bir ölkəyə gedirsinizsə bilet almağa onlayn təşkil edə bilərsən. Onlayn müzakirə, iclas, konfrans, mobil telefonlar vasitəsilə görülən işlər insanlara vaxta qənaət etməyə, istənilən an problemləri həll etməyə imkan verir. 11-ci sualda 50 il sonra cəmiyyətdə əlaqələrin qurulması üçün istifadə olunacaq vasitələri necə təsəvvür edirsiniz? Bu sual sizlərin düşüncələrinizin genişliyini, təsəvvür dairələrinizin miqyasını ifadə edir. 50 il sonra cəmiyyətdə əlaqələrin qurulmasının daha da inkişaf edəcəyini təsdiq etmək olar. Belə, hər birinizə uğurlar arzulayıram. Gələn dərsimizdə görüşmək ümidi ilə. Sağ olun.